Biz neçə vaxtında mənada nədən danışırıq? Deyirik ki, bir mövzu barədə 20 dəqiqədən artıq düşünmək absurd bir şeydir. 20 dəqiqə alınmayan bir mövzunun üzərində düşünüb nə əldə eləməyi planlayırsan heç sən. Ondan sonra görürlər kafasında çox problemlər takılır kimisə. Atır bu işi, gedir başqa iş görməyə. Ən alınan iş nədir? Gedir qayğanaq bişirir özünə, gedir nəsə toxuyur. De bayaq sapları şey deyirsən. Ya da nəyəsə etiket vurursan. De mən toxuduğum ipləri qoydum ora, belə-belə elədim. Bəziləri xarab oldu. O düz yerdən qırılmadı, nə oldusa şeydir, atılmalı oldu. Makrome. Çantalar toxuyurlar, son vaxtlar o da mod. Sonra bir dənə çətir görmüşəm. Üzərinə şəffaf bir şey taxılıb, əsl yağmur deyil, çətir oldu da, yağmurda istifadə eləməyə. Altı bordo, üstü şəffaf. Bəzən ağrıyır, bəzən göynəyir. Elə pis ləkələrdir, saqqal kimi qalıblar. Bir şeyin dəyəri, qiyməti hər zaman gördüyün işin daha az dəyəri verilir. Daha baha satılan hər hansı bir şey deyirsən ki, mən də eynisini daha gözəlini edirəm də, niyə mənim əməyimə çox qiymət verilmir və s. Yəqin ki, davranışlarına bağlı bir şeydir də. O ora çatınca başqa davranışlar sərgiləyib. Ona görə də hal-hazırda sən onun xidmətini bahalı olaraq dəyərləndirirsən və də onun o uğrunda nələr bədəl ödəyib və hal-hazırda ödəyirsən, onları bilmirsən. Bilsən, bəlkə də istəməzsən yerində olmağı, yox. Endişələrimizi istəyərdik yazmaq. Mənim endişələrim ən əsas belə ləkələrə görə əgər gedirsənsə, birinci soruşacaq ki, onu da təsadüfən videolarda görmüşəm, eşitmişəm. Nə vaxtdan bəri yaranıb bu ləkələr? Yəqin ki, qoyub oturduqca daha da çox sonra zülümlü hala gəlir də, dəyişmək, neynəmək. Sən bunu eləyənə, buna səbəb olana otur, qarğış dök, ağla, neynəsə elə, nə dəyişir ki? Yəni, bu qalıb da burada. Hər dəfə qabıq verəndə sevinirəm ki, bəlkə qopar, nəsə olar. Heç şeyə tətbiq eləmirəm də, yoxa çıxsın deyə. O ağlımdan nə gəldi, bir şey deyə bilmərəm ki. Amma yəni, heç dəyişmədən qalıb da, yapışıb qalıb yəni. Endişələrimizi yazanda biri də budur. 1, 2, 3, 5, 10, 20. Amma o 20-nin də ən aktualı var da, ən güncəl, abunəviç eləyəndə ən güncəl ilk sırada gələnlər. Ən güncəl istəklərin, ən güncəl ehtiyacların, tələbatların hansı yöndədir? Keçən dəfə demişdik də, biz məsələn bir istək ola bilər ki, aktual qalsın, nə bilim 5 il ərzində, 10 il ərzində. Ya da bəlkə sonsın. Həmin refleks sonunda artıq istənilmir.